Ekran qarşısında bizi izləyən hər kəsi salamlayıram. Xəmsən Milli İntellektual Oyunu Azərbaycan Televiziyasının efirində sizin yenə də görüşünüzə gəldi. Bugün Xəmsə Kuboku Universitet Liqasında C qrupunun oyunu keçiriləcək və mən bu qrupda iştirak edən komandaları vaxt itirmədən sizinlə tanış eləmək istəyirəm. Birinci Göy Masanın sakinləri və komanda Kaldiron. Abdurrahman Vaqifli, Roman Rəfiyev, Yusif Dəmirçioğlu, Vaqif Süleymanov və Məhərrəmov Qüdrət. Xoş gəlmişsiniz dostlar, salamlayıram sizi və Sarı Masanın sakinləri, Alyans komandası Rəşad Ağayev, Pünhan Dadaşov, Fərid Məmməd Hüseynov, Qurban Quliyev və Eldar Həsənli. Əyləşə bilərsiniz, xoş gəlmişsiniz siz də. İndi isə yaşıl masada oynayacaq komanda Studentlər adlanır. Elgün Uzazadə, Müseyib Şirəliyev, Kamil Abbas, Cavid Zeynalov və Aydın Abbaslı. Siz də xoş gəlmişsiniz və C qrupunda iştirak eləyəcək sonuncu komanda qırmızı masada əyləşəcək. Onlar isə Magnat komandasıdır. Nəzrin Mahmudlu, Nəzifə Allahyarova, Fərid Quliyev, Seyid Məmmədli və Ramazan Seyidov. Siz də xoş gəlmişsiniz dostlar. Hamınıza uğur arzulayıram, zehin açıqlığı arzulayıram. Özümüzü gürültülü alqışlayaq. Və mən alqışların sədaları altında Xəmsə Milli İntellektual Oyununun ilk mərhələsini, bəlli raundu elan eləyirəm. Bəlli raundun qaydalarını bütün komandalar üçün elan eləmək istəyirəm. Bəlli raundda əvvəlcədən sizə 5 mövzu elan olunacaq və bu mövzuya uyğun olaraq siz öz oyunçunuzu seçəcəksiniz. Mövzular belədir. Coğrafiya, 90-cı illərin filmləri, Tol, hissəci, İtaliya şəhərləri və futboldan kənar. Komandalara vaxt verilir ki, öz oyuncularını seçsinlər. Buyurun. Vaxt bitdi və komandalar öz oyuncularını oyuncu kürsüsünə göndərsinlər. Biz bəlli raundda coğrafiya mövzusunu oynayacağıq. Ptolemey coğrafiya əsərində bunun məhz Kanar adalarından keçdiyini göstərmişdi. İlk olaraq studentlər düyməni sıxdı. Buyurun. Ekvator xətti. Bu səhv cavabdır. Və Alyans sıxıb düyməni, buyurun. Olsun, yerin mərkəzi. Yerin mərkəzi. Bu da səhv cavabdır. Digər iki komandanın cavab vermək üçün şansı var. 3 saniyədə vaxtınız var. 3, 2, 1. Bu Kalderon düyməni sıxdı, buyurun. Şimal tropik xətti. Bu da səhv cavabdır. Son olaraq Magnat, sizin 2 saniyə vaxtınız var. 1, 2, düzgün cavab başlanğıc meridianı və yaxud da Greenwich meridianı idi. Davam edirik. Coğrafi bilikləri artırmaq məqsədi ilə 19-cu əsrin sonlarında qurulmuş bu cəmiyyət bizə daha çox aylıq çıxardığı jurnalı ilə tanışdı. Coğrafiya, aylıq çıxardığı jurnal. 3, 2, 1... Magnat. 1, 2. Discovery. Yox, bu səhv cavabdır və Kalderon da düyməni sıxdı. National Geographic. Bu düzgün cavabdır, bravo. Davam edirik. Filosof İbn Haldunun Müqəddimə adlı kitabındakı fikirlərə əsaslanaraq yarandığı güman edilən bu ifadə əsasən türk dilli ölkələrdə istifadə edilir. İbn Haldun onun müqəddimə kitabında daha çox türk dilli ölkələrdə coğrafiya ilə bağlı nə istifadə edilir? 1, 2, 3. Təəssüf olsun ki, bunu hamınız bilirsiniz, amma bu dəqiqə ağlınıza gəlmədi. Coğrafiya
taledir və yaxud da coğrafiya kaderdir. Davam edirik. Sakit Okeandan tam təcrid olunmuş vəziyyətdə milyonlarla il ərzində formalaşmış özünə məxsus flora və faunaya sahib Alyans Bu olsun Cənub Okeanı. yox, səhv cavabdır. Digər komandalar üçün mən sualı qaldığım yerdən davam edirəm. Flora faunaya sahib Galapagos adaları bunun faiz göstəricisi ən yüksək olan ərazilərdən biridir. Bunu Yunan mənşəli sözlə deyin. Buyurun Calderon. Endemik. Bəli, bu endemikdir. Bu termin yerləşdiyi regionun ekoloji şərtləri ilə bağlıdır. Davam edirik. 1928-ci ildə başlanmış bir coğrafi ekspedisiya kəşf elədiyi çayın adını nöqtə qoymuşdu. Bir neçə kilometr irəli gedən səyyahlar çayın hələ mənbəyini tapmadığını görərək ona hansı adı vermişdilər? Birinci Maqnat düyməni sıxıb Nöqtə vergül. dəqiq cavab. Dəqiq cavab nöqtə vergül də yəni. Nöqtə vergül, yoxsa vergül? 3, Vergül, 2, 1. vergül. Bu doğru cavabdır. Təşəkkür edirik oyunçulara, keçirlər yerinə və biz Bəli raundun növbəti mövzusu ilə çıxış eləyəcəyik. Bəli raundun ikinci mövzusu 90-cı ilin filmləri adlanır. Filmdə bir çox qaçış səhnəsində Tom Hanks'in balaca qardaşı Calderon ilk olaraq düyməni sıxdı. Forrest Gump. Bəli, bu Forrest Gump'dır. Dublör kimi çıxış eləmişdi. Davam edirik. Filmdə baş qəhrəmanları oynayan Edward Norton və Brad Pitt rolları üçün Maqnat ilk olaraq düyməni sıxdı. Buyurun. Fight Club. Döyüş klubudan cavabı qəbul edirəm. Boks və sabun hazırlama kursuna getməli olmuşdular bu iki aktyor. 90-cı ilin filmləri 3. Film çəkilməzdən 6 il əvvəl 1992-ci ildə ekranlara çıxmış Frank'in həyatı tamaşasında Frank bir serialın içərisində olsa da bundan xəbərsiz yaşayır. Alyans ilk olaraq düyməni sıxdı. Truman Show. Truman'ın şousu. Bravo. Davam edirik. 1999-cu ila aid bu filmin çəkilişində cənab Jingles personajı üçün ondan çox sıçandan Calderon Yaşıl Mil. istifadə edilmişdi. Bəli, Yaşıl Mil və 90-cı ilin filmləri. Son sual. Filmin bir səhnəsində İncildən işlənən sözləri əslində Calderon Shawshank Redemption. bu səhv cavabdır. Maqnat cavab verəcək. Bir şey yoxdur. Sizdən xal silinir və növbəti komandaların şansı var. Mən sualı tam oxuyacağam. Əslində rejissor Quentin uydurmuşdu. 3, 2, 1. Cavab. Bu kriminal qirayət idi. Quentin Tarantino'nun adıdır. Oyuncuları alırıq masa ətrafına və üçüncü mövzunu davam eləyəcəyik. Tol hissəci ilk sual. Yazıcı Andre Marua onu Shakespeare və Balzac'la yanaşı tarixin ilk olaraq Maqnat Lev Tolstoy. 3 ən yaxşı yazıcısından biri hesab eləyirdi. Bəli, bu Lev Tolstoydur. Davam eləyirik. Kişinyovda bu canlıya həsr olunmuş abidə Bessarabiyanın Rumıniya ilə birləşməsi şərəfinə Roma şəhəri tərəfindən hədiyyə kimi qəbul edilib. Kişinyovda bu canlıya həsr olunmuş abidə Bessarabiyanın Rumıniya ilə birləşməsi şərəfinə Roma şəhəri tərəfindən hədiyyə kimi qəbul edilib. 1, 2, 3. Roma siz əslində düzgün cavaba çıxara bilərdi. Maqnat. 2, 1, 0 cavab. Cavab yoxdur, hesabınızdan xal silinəcək. Bu Kapitoli canavarı idi. Davam eləyirik. Plini yazır ki, sülalənin dövründə qədim Yunan şəhərlərinə Maqnat, Neapol. yox, səhv cavabdır. Digər komandalar üçün sualı bir də oxuyacağam, qaldığı yerdən.
qədim Yunan şəhərlərinə papirus tədarükü qadağan edilmişdi? 3, 2, 1. Calderon. Ptolemey bəlkə. Bəli, bu Ptolemeydir. Bravo. Davam eləyirik. 1842-ci ildə Charles Darwin tədqiqatlarına əsasən bunların vulkanik adalardan yaranması haqqında fikirləri irəli sürmüşdü. Bunların adı Maldiv dilindəki ovuc mənasını verən sözdən əmələ gəlib. 1842-ci ildə Charles Darwin tədqiqatlarına əsasən bunların vulkanik adalardan yaranması haqqında fikri irəli sürmüşdü. Maldiv dilində ovuc mənasını verir. 3-2-1 cavab. Təəssüf olsun ki, bu tapılmayan sual oldu. Düzgün cavab atol. Davam eləyirik. Maraqlıdır ki, 17-ci əsrə aid bu sözlə xarakterik insan rollarını canlandıran aktyorları adlandırırlar. Konrad Lorenz, Nicholas Tinbergen və Karl Frisch'i də bu sözlə adlandırmaq olar. 3, 2, 1. Etologiya, zoologiyanın bir hissəsi olub, heyvanların davranışlarını öyrənən elmdir. Etolog əslində bu aktyorlara verilən addır. Komanda üzvlərinə təşəkkür edirəm. Onlar masa ətrafında öz yerlərini ala bilərlər. Biz isə bəlli raunddan növbəti mövzunu oynayacağıq. İtaliya şəhərləri. Birinci sual. Moze sistemi bu şəhəri sel və su qalxması kimi təbiət hadisələrindən qorumaq üçün maqnat ilk olaraq düyməni sıxdı, amma bütün komandalar düyməni sıxıb eşidirik. Venesiya. Bəli, bu Venesiyadır. Musa Peyğəmbərin adından götürülüb Moz təbiət hadisələrindən qoruyurdu Venesiyanı. Davam eləyirik. 2025-ci ildə Rihanna, Sarah Jessica Parker, Harry Styles və James McAvoy kimi məşhurlar bu şəhərin ənənəvi moda həftəsini ziyarət eləmişdilər. İtaliya şəhərləri, ənənəvi moda həftəsi, Dəb şəhəri, 3, 2, 1, 0. Alyans. Milan. Milan doğru cavabdır. Keçirik 3-cü suala. Bu şəhərdə yerləşən Palazzo Vecchio'nun divarlarından birində Michelangelo'ya məxsus qravürü görmək olar. Studentlər. Florensiya. Bəli, bu düzgün cavabdır. Davam eləyirik. Bravo. Davam eləyirik. Bir neçə il əvvəl Gaetano Bonelli qızardılmış koppi, taralli, pizza və sair kimi küçə yeməklərinin kolleksiyasını sərgiləməyə başlayıb. Bonellinin kolleksiyası hansı şəhərdə yerləşir? Studentlər. Neapol. Bu düzgün cavabdır. Davam eləyirik. 19-20-ci əsrlərdə Mafir adlı ərəb tayfaları xüsusən bu şəhərdə və ətrafında yaşayırdılar. Versiya var. Versiyaya tələsməyə hələ bir 3 saniyə verək, komandalara fikirləşsin. Əgər cavab olmasa sizdən versiyanı alacağım. 3, 2, 1. Məncə sıx düyməni de. De. Mafiyaya görə Siciliya deyirəm. Çox təəssüflər olsun, bu Palermo şəhəri idi. Amma mafiyaya görə, mafiya sözünün yaranma fərzələrindən biri belədir ki, o mafir sözündən yaranıb. Oyunçulara təşəkkür edirəm, onlar öz yerlərini alsınlar. Bəli, raundda futboldan kənar mövzusu oynanılır. Birinci sual. Wisla klubunun qatı azarkeşi olan 2-ci Johann Pavel sonradan bu vəzifədə olarkən Vatikan City klubunun əsasını qoymuşdu. Alyans. Papa, Roma papası. Bu düzgün cavabdır, bravo. Davam edirik. Bu Nobel mükafatçısı yazıcı gənc yaşlarında ilk olaraq Alyans sıxıb düyməni. 3, Franz Kafka. 2, 1. Çox təəssüf olsun, səhv cavabdır. İkinci olaraq Calderon sıxıb düyməni. Conan Doyle. Bu da səhv cavabdır. Üçüncü olaraq düyməni Magnat sıxıb. José Saramago.
Bu da səhv cavabdır. Və mən yalnız studentlər komandasının oyuncusu üçün sualı sona qədər oxuyacağım. Gənc yaşlarında Əlcəzairin yeniyetmələrdən ibarət yığmasında qapıcı kimi çıxış eləmişdi. Bu Nobel mükafatçısı olan yazıcı. 3, 2, 1... Yoxdur versiyanız. Albert Camus. Bu Albert Camus'dur. Davam edirik. Deyilənə görə, futbol maçları zamanı bu Danimarkalı Nobel mükafatçısı qapı dirəyində Calderon və Allianz düyməni yardımcı olaraq sıxıblar. İlk olaraq Calderon. Niels Bohr. Nobel mükafatçısı qapı dirəyində fiziki düsturlar həll eləyirdi. Bu Niels Bohr'dur. Bravo. Davam edirik. Versiyalardan birinə görə Aston Villa azarkeşi olan bu yazıcı məşhur personajını yaradarkən Sehirbaz ləqəbli Alfred Gent'dən ilhamlanmışdı. Üç, iki, bir. Bu Tolkien'di. Gandalf personajını yaratmışdı və siz tərsinə oxusaz görərsiniz ki, Alfred Gent'in adı Gandalf'dır. Davam edirik. Zədə səbəbilə Glasgow Rangers klubuna transferi baş tutmayandan sonra idmançı karyerasını bitirən bu şəxs daha az hərəkət tələb eləyən sahəyə, kulinariyaya maqnat. Gordon Ramsay. Bravo! Bəlli raundda yekunlaşdırdıq. İndi isə şərtli raund oynanılacaq. Şərtli raundun qaydaları belədir. Mən növbə ilə mövzuları elan eləyəcəm. Siz həmin mövzu uyğun olaraq oyuncunu seçib kürsüyə göndərəcəksiniz. Şərtli raundun ilk mövzusu güllü çiçəkli ədəbiyyat adlanır. Buyurun, vaxtınız var, oyuncunuzu seçə bilərsiniz. Biz şərtli raundun güllü çiçəkli ədəbiyyat mövzusuna başlayaq. Güllü çiçəkli ədəbiyyat, ilk sual. Ramiz Rövşən bir şeirində bunun qan kimi torpağa səpələndiyini qeyd eləyir. Söhbətin hansı çiçəkdən getdiyini Alyans? Xarı bülbül. Bu səhv cavabdır. Calderon? Qərənfil. Bəli, söhbətin hansı çiçəkdən getdiyini bildiysə, sahitləri incə bir sözlə deyin. Bu qərənfildir. Davam edirik. Anar, Qarabağ şikəstəsi adlı yazısında İbrahim xanın qızı Ağabəyim ağanın bu gülü özü ilə Tehrana apardığını, ilk olaraq maqnat, Xarı bülbül. indi xarı bülbüldür, bəli. Lakin gülün burada heç cürə bitmədiyini qeyd eləyir. Davam edirik. Marcel Proust'un İtirilmiş Zamanın Axtarışında kitabının qəhrəmanı oxuduğu kitablar üçün bunun əvəzinə qurumuş güllərdən istifadə eləyirdi. Bunu deyin. Calderon? Əlfəcin. Bu düzgün cavabdır, bravo. O qurumuş gülləri kitabın arasına qoyurdu ki, səhifələri itirməsin. Güllü çiçəkli mövzu 4. Bu yazıçının 1980-ci ildə çap edilmiş məşhur əsərinin orijinal adı Il Nome della Rosa adlanır. Alyans? Rozanın adı Umberto Eco. Bəli, bravo, Qızılgülün adı. Davam edirik. İblisə səcdə qılan şair başlıqlı məqalə Charles Baudelaire'in bu kitabından bəhs eləyir. 3, 2, 1... Cavab, versiya, şər çiçəkləri. Oyunculara təşəkkür edirəm. Onlar masa arxasında öz yerlərini ala bilərlər və mən növbəti mövzunun oyuncularını kürsüyə dəvət eləyəcəm. Şotlandlar mövzusu. İllüstrasiyalardan birində bu fizikin soyadının baş hərfi M qırmızı rəngdə. Calderon. Maxwell. Buynuzlar və quyruqla birgə təsvir edilir. Bəli, bu James Maxwell'dir. Maxwell'in şeytanına göndərmə edilib. Davam edirik. Tibb üzrə professor Joseph Bell bir şəxslə bir neçə saniyəlik diyaloqdan sonra həmin şəxsin peşəsi və həyatı haqqında faktları studentlər
Bu yəqin ki Arthur Conan Doyle'un personajına, yəni Sherlock Holmes'un prototipidir. Şəxsin peşəsi və həyatı haqqında faktları rahatlıqla anlaya bilirdi. Joseph Bell 1859-cu ildə anadan olan onun müəllimi olmuşdu. Bu Arthur Conan Doyle'dur. Davam edirik. Həkim Jim McGregor bu məşqçiyə şiddətli öskürəyin qarşısını almaq üçün ilk olaraq Allians Sir Alex Ferguson. saqqız çeynəməyi məsləhət görmüş və bu məsləhət sonralar ikonik vərdişə çevrilmişdi. Alex Ferguson. Davam edirik. Birinci Dünya Müharibəsində iştirakı zamanı minlərlə əskərin müxtəlif bakteriyalardan həyatını itirdiyini görən Alexander Buyurun. Fleming. Studentlər komandası Alexander Fleming cavabını verdi. Həyatını itirdiyini görən və sarsılan o rəvayətə görə öz gündəliyinə mən xilas edəcəm cümləsini qeyd eləmişdi. Bəli, bu Alexander Flemingdir. Pensilini yaratmış şəxs. Davam edirik. Rejissor Terence Young bu aktyora rolunu Allians Sean Connery. rahat ifa edə bilməsi üçün kostyum geyinərək yatmasını məsləhət görmüşdü. Cavab Sean Connery'dir, James Bond rolunun məşhur ifaçısı. Oyunculara təşəkkür edirəm. Masa ətrafına keçə bilərlər. Biz isə növbəti mövzunu oynayacağıq şərtli raundda. Komandalar 3-cü oyuncularını hazır eləsinlər. Mövzumuz Azərbaycan rayonları adlanır. Bu rayon adını suyunun, xüsusən yay aylarında duru olması Alyans Zərdab. səhv cavabdır. Və digər komanda Magnat. Ağsu. Bu isə doğru cavabdır. Yay aylarında duru olması ilə alıb bu öz adını bu rayon, Ağsu rayonudur cavab. Azərbaycan rayonları ikinci sual. Cahangir Zeynaloğlu Müxtəsər Azərbaycan tarixi kitabında bu rayonun adının Şəms və Kür, yəni günəşə tapınanlar yurdu. Mən susmalıyam, burada artıq düymə sıxılıb. Magnat, Kürdəmir. bu səhv cavabdır. Alyans, Şəmkir. günəşə tapınanlar yurdu kimi izah edilir. Bu Şəmkirdir. Davam edirik. Bu rayonun adı ərəbcədən Allahın qulu mənasını verir. Xudafərin körpüsü də Magnat, Hacıqabul. səhv cavabdır. Studentlər, Cəbrayıl. Xudafərin körpüsü də bu rayonda yerləşir. Bəli, bu Cəbrayıldır. Davam edirik. Bir kitabda bu rayonun adı Bərə yeri, yəni salların sahilə yan aldığı yer kimi vurğulanır. Calderon. Salyan. Bəli, bu Salyandır. Bravo. Davam edirik. Bəzi ehtimallara görə bu rayon Alyans Yardımlı. səhv cavabdır. Bu rayon adını keçmişdə quş ovlamaq üçün saxlanılan şahin cinsindən olan yırtıcı, alıcı quşun adından götürüb. El arasında belə quşlara ley deyilir. Studentlər, Lerik. səhv cavabdır. Magnat, Tovuz. bu da səhv cavabdır. Və son şans verilir Calderon komandasına. Diqqətli fikirləş. 3, 2, 1. Lənkəran. Lənkəran səhv cavabdır. Tapılmayan sual və cavab isə Laçın idi. Yəqin ki, Laçın quşu eşitmişsiniz. Şahin, Ley. Oyunculara təşəkkür edirəm. Öz yerlərini ala bilərlər. Biz isə şərtli raundda süni intellekt mövzusunu oynayacağıq. Mövzu süni intellektdir. Bu alim ömrünün sonuna qədər Equalizer adlı süni intellektli səs aparatından istifadə eləməli olmuşdu. Alyans, Stephen Hawking. bəli bu Stephen Hawking'dir. Bravo. Davam edirik. Tərcümədə əvvəlcədən öyrədilmiş generativ transformator mənasını verən bu proqramın 4-dən artıq versiyası mövcuddur. Studentlər. ChatGPT. Bəli, bu düzgün cavabdır. Bravo. İnsana çevrilmək istəyən balaca oğlandan bəhs eləyən süni intellekt filmi bu nağılın kiber versiyası adlanır. Alyans. Pinokyo nağılı. Bravo, düzgün cavabdır. Davam edirik. Onun süni intellektli olmasına səbəb Batman'in köməkçisi Alfred Pennyworth'dan fərqləndirmək idi.
Betkar. Səhv cavabdır. Alyans. Belə bir versiya var ki, bəlkə bu Jarvis. Bu həqiqətən də Carvis'dir. Bravo. Süni intellekt. Sonuncu sual. Kompüterləri və insanları bir-birindən ayırmaq üçün istifadə olunan kompüter testi Kəpçədəki T hərfi onun şərəfinə adlandırılıb. Alyans. Alan Turing. Bəli, Turing testi də həmin işi görür. Bravo. Oyunculara təşəkkür edirəm. Masa ətrafında öz yerlərini ala bilərlər və biz şərtli raundda sonuncu mövzunu oynayacağıq. Saitləri yalnız A. Sonuncu oyuncular oyun masasında öz yerlərini alsınlar. Nuxa qəzası haqqında məlumatda yazılırdı ki, ərazi bunların becərilməsi işində Zaqafqaziyada birinci yerdədir. Calderon. Barama. Bəli, bu baramadır. Davam edirik. Belə fərziyyə var ki, o, əsrlər əvvəl acı qatığın dadını yaxşılaşdırmaq istəyən göy türklər tərəfindən Alyans. Bu ayrandır. Bəli, bu ayrandır. Göy türklər tərəfindən yaradılıb. Üçüncü sual. ABŞ ərazisində 30 mildən çox səyahət eləmiş Dale Carpenter bu səyahətlər zamanı nəqliyyat üçün demək olar ki, pul xərcləməmişdi. Alyans. Bu olsun karavan. Bu səhv cavabdır. Digər komandalar üçün sualın qaldığı yerdən oxuyuram. Dale'in bu haqda yazdığı kitabın adında qızıl bunu istifadə eləmək sözlərini görmək olar. Studentlər. Baş barmaq. Bəli, bu baş barmaqdır. Carpenter özünü avtostop mütəxəssisi adlandırır. Davam edirik. Saitləri yalnız A. Bir mənbədə telefon zəngini izləməyə çalışan personajlar siqnalın mənbəyini tapa bilmirlər və elektron bunda olduqlarını deyirlər. Bunu iki hecalı sözlə deyin. Bir mənbədə telefon zəngini izləməyə çalışan personajlar siqnalın mənbəyini tapa bilmirlər və elektron bunda olduqlarını deyirlər. Bunu iki hecalı sözlə deyin. 1, 2, 3. Versiya yoxdursa düzgün cavabı deyəcəm. Bu dalandır. Dalan. Saitləri yalnız A. 5-ci sual. Tarixçilər yazırlar ki, Kolumbun ekspedisiyası nə qədər çalışsa da, gəmilərin dayanmadan qərbə yönəlməsinin qarşısını almağa çətinlik çəkirdi. Bu çətinliyin səbəbi sonralar meteoroloq George Hadley nə ilə izah eləmişdi? Calderon. Passat. Bəli, bu Passatdır, bravo. Bitirdik şərtli raundu, yerinizə keçə bilərsiniz. Biz isə sirli raunda keçid alırıq. Sirli raundun qaydalarını komandalar üçün elan eləmək istəyirəm. Bu raundda yalnız oyuncular oyuncu kürsüsünə gedəndən sonra mövzu elan olunacaq və biz oynamağa başlayacağıq. Oyuncuları sıralamaq üçün komandalara vaxt verilir. İlk oyuncular oyuncu masasına geçsin və biz sirli raundun ilk mövzusunu oynamağa başlayaq. Sirli raundun ilk mövzusu el ilə başlayan söz adlanır. Qeyd edeyim ki, el ilə başlayan qoşa samitli əcnəbi mənşəli sözlər olacaq cavablarda. İlk sual. Astrofizik Peter Drum'un ilk təklifi kosmik cappuccino olsa da sonda bu söz seçildi. Alyans. Kosmik latte. Bəli, söhbət kainatı rəngi sayılan kosmik lattedən gedirdi. Davam edirik. El ilə başlayan sözlər, ikinci sual. Bu canlılar haqqında olan bir məqalədə sürü psixologiyası fenomeni xatırlanır. Bu canlılar haqqında olan bir məqalədə sürü psixologiyası fenomeni xatırlanır. Sürü psixologiyası.
El ilə başlayan qoşa samitli söz. 3, 2, 1 cavab. Versiya. Versiya. Lamadır bəlkə. Nə? Lama. Lama. Mən bildiyimə qədər orada bir mı var? Lamada. Bu lemmingdir. Lemming. Davam edirik. Texnologiya hər zaman tərəqqi deyil, təhlükə də ola bilər. Eşitdiyiniz sözlər, yəni bu adlanan cərəyan haqqında mənbədən götürülüb. Cavab Alyans? luddizm. Bəli, bu luddizmdir. Davam edirik. Will Grant prezidentliyi dövründə nüfuzlu Amerikalılar axşamlar onunla otellərdə görüşürdülər. Ehtimal edilir ki, bu sözün etimologiyası məhz buradan qaynaqlanır. Alyans? Lobby. Bəli, bu lobbidir, bravo. El ilə başlayan sözlər, sonuncu sual nominal xal 1500. Yazıcı Robert Graham bunun texnikalarından biri olan Lanieronu balıq tutmaqla müqayisə eləmişdi. Üç, iki, bir. Versiyada yoxdur. Bu lassodur. Lasso. Oyuncular təşəkkür edirik, olay yerlərini ala bilərlər. Biz isə sirli raundda ikinci mövzunu oynayacağıq. İkinci oyuncular oyuncu kürsüsündə öz yerlərini alsınlar. Sirli raundun növbəti mövzusunu sizə təqdim edirəm. Bu abreviaturlardır. Bu qurumun təcrübəçisi olan Alyans, NASA. Tapdı. bravo, mənə maraqlıdır. O, bu üç sözdən bunu hardan tapdı? Tad Roberts sevgilisini təcrübələndirmək üçün bir neçə ay daşına uğurlamışdı. Bravo. NASA idi cavab. Davam edirik. 1980-ci ildə Mazhar və Fuada Magnat MFÖ qrupunu qurublar. bir nəfərin də qoşulması ilə onlar hansı musiqi qrupunu yaratmışdılar? Mazhar, Fuad, Özkan, MFÖ. Davam edirik. Magnus Carlsen'in süni intellektlə oynadığı onlayn şahmat maçında Calderon. Elo. Bir də Elo. NLO. Elo. Səhv cavabdır. Magnat. Bluetech. Yox, bu da səhv cavabdır. Digər komandalar üçün sual oxuyuram. Onlayn şahmat maçında qələbə qazanmasından danışılan bir videoda 1911-ci ildə yaradılmış hansı şirkət xatırlanır? Studentlər? IBM. Bəli, bu düzgün cavabdır. Davam edirik. David və Bill Palo Alto'da yaratdıqları şirkəti necə adlandıracaqları barədə qərara gələ bilmədikləri üçün qəpiyə atmış və Bill qazandığından onun soyadı əvvəldə qoyulmuşdu. Şirkətin bizə tanış olan adını deyin. Versiyam var. Bir versiyan. H&M. H&M yox. 3, 2, 1 bu HP-dir. H-i düz tapdın, amma P desəydin qəbul eləyəcəkdik. Amma düyməni çıxandan sonra. Davam edirik. Onun analogu Croydon aeroportunun radistinin yaratdığı Mayday sözü idi. Söz. Bəli, bu söz cavabıdır. Bravo. Oyuncular təşəkkür edirəm, öz yerlərini alsınlar. Biz isə üçüncü mövzuyla sirli raundu davam eləyəcəyik. Sirli raundun növbəti mövzusu təkhecalı ad və soyad adlanır. 1998-ci ildə Amerikalı jurnalist Silvia Nazar'ın onun haqqında yazdığı Riyazi Dahi və Nobel laureatı adlı kitabı Magnat. John Nash. Daha sonra məşhur filmin çəkilməyi üçün istifadə olunmuşdu. Bu John Nash'dir. Bravo. Davam edirik. Bu İngilis haqqında çəkilən seriallardan birinin adı Barıt'dır. Barıt, İngilis serial. Əslində birləşdirsəz, düzgün cavaba çıxış əldə edə biləcəksiniz. 3, 2, 1. Var versiya kimdəsə? James Cook versiyası var. Kim? James Cook. Yox, bu səhv cavabıdır. Bu Guy Fawkes'dur. Davam edirik.
Bu aktyor haqqında olan humoristik məqalədə onunla səyahətə çıxmamaq məsləhət görülür. Təyyarə ilə getsən, ya hava limanınla bağlı qalacaqsan, ya da Calderon. Tom Hanks. Adaya düşəcəksən, ya da gəmi ilə getsən, piratlar qaçırdacaq səni. Bu Tom Hanks'dir, bravo. Davam eləyirik. Belfast şəhərinin hava limanı 2006-cı ildən bu futbolçunun adını daşıyır. Old Trafford stadionunun qarşısında da ona heykəl qoyulub. Magnat. George Best. Bəli, bu George Best'i davam eləyirik. 2016-cı ildə onun aparıcı olduğu rəssamlığın xoşbəxtliyi verilişinin bölümləri Netflix-ə də əlavə edilmişdi. Rəssamlığın xoşbəxtliyi, təkəcalı ad və soyad. Netflix ola bilsin ki, sizə heç nə demir, amma təkəcalı ad və soyad nəsə deyə bilər rəssam kimi. Versiya. 3, 2, 1, versiya. Bob Ross. Vurub desəydiniz çox əla olardı. Bu Bob Ross'dur. Təəssüf ki, düyməni sıxmadınız. Oyunculara təşəkkür edirəm. Onlar masada öz yerlərini ala bilərlər. Biz isə sirli raundun digər mövzusuyla oyuna davam eləyəcəyik. Türkiyə şəhərləri mövzusunu oynayırıq. İlk sual nominal xal 300. Fransız işğalçılara qarşı azadlıq mübarizəsində göstərdiyi şücaətə görə 1900 Alyans. 3 komanda artıq düyməni sıxıb. Kahramanmaraş. Kahramanmaraş. Səhvdir. Calderon. Gaziantep. Bu da səhvdir. Magnat. Bəlkə Tokat. Səhvdir. Mən studentlər komandası üçün sualı qaldığım yerdən oxuyuram. 1983-cü ildə bu şəhərin adının qarşısına şanlı sözü əlavə olundu. Studentlər? Şanlıurfa. Bəli, bu həqiqətən də Şanlıurfadır. Bravo, davam eləyirik. Bu şəhərin əsasını Makedoniyalı İskəndərin sərkərdələrindən biri Lisin qoyduğu güman edilir. Şəhərin adı da onunla bağlıdır. Lis. Türkiyə şəhəri. Lis. Calderon. Bitlis. Bu Bitlisdir, bravo. Davam eləyirik. Əfsanəyə görə Səlcuq qoşunlarının mühasirəyə alınmasından sonra bu şəhərin sakinləri yalın əllə düşməni məğlub eləmişdi. Magnat. Tokat. Bravo, bu Tokatdır. Bizans dövründə bu şəhərin adı İkonion, yəni müqəddəs təsvir mənasını verirdi. Və ikona sözündən yarandığı güman edilir. Magnat. Konya. Bu Konyadır, bravo. Türkiyə şəhərləri sonuncu sual nominal xal 1500. Sultan önü sancaqlığı Osmanlı İmperiyasının ilk qurulduğu bölgələrdən hesab olunur. Bəs hal-hazırda bu bölgədə hansı qədim şəhər yerləşir? Alyans birinci olaraq düyməni sıxıb. Eskişehir. Bəli, bu eski şəhərdir, bravo. Oyunculara təşəkkür bildirirəm, onlara yerlərinə keçməyi xahiş edirəm. Biz isə sirli raundun sonuncu mövzusunu oynayacağıq. Sirli raundun sonuncu mövzusuna keçid alırıq. Mövzu gəmiçilik adlanır. Kənd təsərrüfatımız dəfələrlə ölkəmiz adlı gəmiyə irəli getmək üçün güc verib. Bu çıxışında Calderon. Flagman. Flagman. Bu səhv cavabdır. Ölkənin kənd təsərrüfatını nəyə bənzətdiyini tapın bu nazirin. 3, 2, Versiya. 1, alacam versiyanı. De. Yanacağa bəlkə. Yox. Yanacağa yox. Gəmiyə güc verən yelkəndir, yelkən. O yelkən, kənd təsərrüfatını yelkənə bənzətmişdi ki, gəmini alıb aparır. Gəmiçilik. İkinci sual. Bir fantastik serialda qəhrəmanların gəmisi anomaliya ilə qarşılaşaraq müxtəlif hissələrə parçalanır. Süjetin gedişində onlar gəmini ilkin vəziyyətdə gətirməyə çalışırlar. Calderon? Teseyin gəmisi. Yox, bu səhv cavabdır.
Qaldığım yerdən sual davam edirəm. Sujetin gedişində onlar gəmini ilkin vəziyyətə gətirməyə çalışırlar. Serialın bu epizodu nə adlanır? Əslində çıxa bilərsiniz cavaba. Anomaliya ilə parçalanır və onu əvvəlki vəziyyətə gətirməyə çalışırlar. 3-2-1 cavab. Versiya var. Ver versiyanı. Puzzle bəlkə. Dedə bunu. Sıx düyməni de. Puzzle. Puzzle desəydin cavab düzgün çıxacaqdı. Amma siz heç biriniz demədiniz. Gəmiçilik mövzusu 3-cü sual. Bir məqalədə qeyd edilir ki, Boeing son 5 il ərzində Dow Jones indeksinin dəyərini aşağı dartmaqdan başqa heç nə eləmir. Bu məqalədə Boeing'in nəyə bənzədildiyini deyin. Studentlər. Lövbər. Bəli, bu lövbərdir, bravo. Davam edirik. Tur Heyerdalın Ra ekspedisiyasının heyətinə 7 müxtəlif millətin nümayəndəsi daxil idi. Bəs gəmi hansı bayraq altında üzürdü? 7 müxtəlif millətin nümayəndəsi hansı bayraq altında birləşə bilərdi? Tur Heyerdal Ra ekspedisiyası. 3, 2, 1, ver versiyanı. Norveç. Yox, Norveç. Birləşmiş Millətlərin bayrağı. Nəyin? BMT-nin bayrağı. Sən artıq ikinci dəfə düyməni sıxıb cavab versəydin, əməlli başlı xal hesabında bir xeyli irəli keçmiş olacaqdınız. Bəli, bu BMT-nin bayrağıdır. Davam edirik. 10-cu Alfons, 13-cü əsrdə yaşamış alim və astronom ləqəbləri ilə tanınmış hökümdardır. Onun hakimiyyəti dövründə ən az vergi verən nəqliyyat tipi məhz bu idi. 10-cu Alfons, 13-cü əsrdə yaşamış alim və astronom ləqəbləri daşımış hökümdardır. Onun hakimiyyəti dövründə ən az vergi verən nəqliyyat tipi məhz bu idi. Gəmiçilik, alim, astronom. Yenə Alyans komandasında versiya var. Bu dəfə də düyməni sıxıb deməsə, komanda yoldaşlarının yerinə mən həqiqətən eləmə deyəcəm. 3, 2, 1. Versiya heç olmasa alaq sizdən. Hava gəmisi. Sualtı. Bu Karavelladır. Portuqaliyanın kəşflər dövrünün əsasını kiçik və sürətli karavellalar qoymuşdu. Oyunculara təşəkkür edirəm. Onlar masada öz yerlərini ala bilərlər. Biz sirli raundu bitirdik. Növbədə bizi fərdi raund gözləyir. Fərdi oyunun qaydalarını sizə təqdim edirəm. Bu oyunda yalnız komandadan bir oyuncu iştirak edə bilər. Və odur ki, az xal olan komandadan çox xal olan komandaya doğru mən oyuncuları bir-bir kürsüyə göndərmək istəyirəm. Magnat komandasından Ramazan Seyidovu qırmızı kürsüyə. Kalderon komandasından Vaqif Süleymanovu göy kürsüyə. Studentlər komandasından Müseyib Şirəliyevi yaşıl kürsüyə. Və oyunun bu vaxtına qədər lider olan Alyans komandasından Pünhan Dadaşovu sarı kürsüyə göndərirəm. Əslində xal sıralamasının necə olduğunu tamaşaçılar bildi, amma xalları da onların diqqətinə çatdırım. Sonra keçək fərdi oyuna. Magnat 800, Kalderon 2300, Studentlər 4000, Alyans 9100. İndi sizə mövzuları təqdim eləyəcəm. Yenə az xal olan komandadan çox xal olan komandaya doğru bir-bir mövzulardan imtina eləyəcəksiniz. Mövzular belədir. Erdən T-yə, Piriney şəhərləri, ev muzeyləri, sürünənlər və Karib adaları. Birinci olaraq Magnat imtina eləyir. Sürünənlər çıxsın. Sürünənlərin gözü yaşlıdır. Onlar bugün bizdən oynaya bilməyəcək. Kalderon. Ev muzeyləri. Ev muzeylərində göndəririk suallar bazasına. Studentlər. Karib adaları. Karib adaları da gedir. Və son olaraq Alyans komandası seçim eləyəcək. Erdən T-yə yoxsa Piriney şəhərləri? Erdən T-yə oynayaq. Erdən T mövzusunu oynayırıq fərdi raundda.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytında bunun elektron versiyasını hazırlamaq mümkündür. Maqnat. Resept. Bəli, bu reseptdir. Davam eləyirik. Çapayev stolüstü oyununun vuruş texnikalarından birində daşı taxtanın kənarına vuraraq istiqamətini dəyişdirmək olur. Alyans. Rikoşet. Siz isə bu kombinasiyaya verilən xarici sözü deyin. Bəli, bu rikoşetdir. Davam eləyirik. Dünyanın ən çox ziyarət edilən web saytları siyahısında olan bunun mahiyyəti. Calderon. Reddit. Reddit. Bəli, istifadəçilərin paylaşdığı məzmunu oxumaq və müzakirə eləməkdir. Davam eləyirik. Pablo Picasso'nun yel dəyirmanlarını təsvir elədiyi rəsmdə hansı atı görmək olar? Rosinat. Studentlər. Rosinat. Bəli, Don Quixote əsərindəki eyni adlı baş qəhrəmanın atı Rosinant. Davam eləyirik. Erdən T mövzusunda sonuncu 5-ci suala keçirik və qeyd edeyim ki, bu fərdi raundun sonuncu sualı olacaq. Nominal xal dəyəri 2000-dir. Mən isə suala keçməmişdən əvvəl komandaların xallarını sizin diqqətinizə çatdırmaq istəyirəm. Maqnat 1200, Studentlər 5600, Calderon 3500, Alyans 9900. Davam eləyirik. Kəhrabaların içində qalaraq mövcudluğunu günümüzə qədər saxlamış orqanizmlərdən bəhs eləyən sənədli filmdə mövzumuza uyğun hansı latın mənşəli söz də xatırlanır? Kəhrabaların içində qalaraq mövcudluğunu günümüzə qədər saxlamış orqanizmlərdən bəhs eləyən sənədli filmdə mövzumuza uyğun hansı latın mənşəli söz də xatırlanır? Versiya, 2, 3. versiya var. Resident. Yox, rezident deyil. Ha, okey. Amma Erdən T-yə qədərdir. Reliktdir bu sualın cavabı. Relikt. Latıncadan dilimizə qalıq mənasında tərcümə olunur bu söz. Fərdi raundu bitirdik. Oyunculara təşəkkür edirəm. Gəlin alqışlayaq özümüzü və oyuncuları. Biz isə xəmsə raunduna gedəcəyik. Xəmsə raundunun qaydalarını elan eləyirəm. Bu raundda komandalara mövzunu elan eləyəcəm və onlar nominal xal gedişlərini yazıb bizim komandamıza sekundantlara təqdim eləyəcəklər. Mövzu eyni hərflə başlayan iki sözdür. Xəmsə raundunun mövzusu eyni hərflə başlayan iki sözdür və mən sualı səsləndirmək üçün komandalara yaxın olaraq mərkəzə gəldim. Sual belədir. Qadınların orduda xidmət eləməsinin qadağan edilməsinə baxmayaraq, Valentina Ramirez 1910-1920-ci illərdə baş verən inqilab zamanı kişilərlə birgə vuruşub. Ona verilən ləqəbi tapın. Vaxt getdi. Beş, 4,
3, 2, 1 və stop deyirəm. Artıq cavablar və komandaların getdiyi nominal xallar məndədir. Qeyd edeyim ki, burada Maqnat komandası 1200 xalla getmişdi Xəmsə raunduna. Studentlər komandası 5600 xalla, Kalderon komandası 3500 xalla və 9900 xalla Alyans komandası Xəmsə raunduna getmişdilər. Kalderon Vabank gedib 3500 xal gediş eləyib. Alyans ələ əsə 1301 xal gediş eləyib. Studentlər cəmi onlardan 100 xal artıq, onların da əllər əsib 1401. Maqnat isə 1200 xal gediş eləyib. Qeyd edeyim ki, cavablardan biri səhvdir. Maqnat komandası suala səhv cavab verib. Yerdə qalan bütün 3 komanda isə Meksikalı Mulan yazılaraq düzgün cavab veriblər və bugünün qalibi Alyans komandası alqışlayırıq onları və qeyd edeyim ki, cavablar veriləndən sonra Kalderonun 7000, Alyansın 11201, studentlərin isə 7001 xalı var. Biz isə sizinlə bugünlük sağollaşırıq Azərbaycan televiziyasının efirində Xəmsə Milli İntellektual oyununun, Xəmsə Kubokunun, Universitet Liqasının C qrupunun oyununu izlədiniz. Alyans komandasını təbrik edirik və gələn həftə eyni məkanda, eyni saatda görüşərik deyirik. Sağ olun.